Herkese salam uşaqlar, Survivor'ın ikinci bölümüne hamınız hoş geldiniz. Uzun vaxtdır ki video atmırdım, harca 3 həftə olar, 3 həftə, 1 aya yaxın olacaq. Niye video atmırdınız deyirsə, uzun vaxtdır ki, nəsə belə video atmaq, ayıb belə, mən nəsə belə dilim dolaşar. Amına koyayım şu lafı söyle. Niye uzun vaxtdır ki video atmırsan deyirsə, nəsə belə video çəkməyə axıdım yox idi, keyfim yox idi nəsə belə. Ona görə də mən də uzun sürə video atmadım. Bir də demişdim ki mizah videoları çəkməyəcəm, amma mən mizah videolarını geri qayıtdım. Çünki mən mizah videoları olmadan özümü nəsə belə qəribə hiss eləmirəm, özümü xoşbəxt hiss edə bilmirəm. Bir də belə bir şey eləməyəcəm uşaqlar, yəni video atmamazlıq eləməyəcəm uzun vaxt ki. Bir də uşaqlar sizə bir açıqlama verməm lazımdır. İndi üstümdə bakır zırh zat var, bir də ki heç nə. Mən 3 həftə bundan əvvəl bunun ikinci bölümünü çəkmişdim. İkinci bölümü çəkməsinə. Prosta bu ikinci bölüm çox cızırtı səslər gəlirdi. Həqiqətən, yəni əlimi diş tutmuram mən telefonu. Sabit tutmuram deyə dəqiqə başı belə oynadıram, görürsünüz cızırtı səs var, eşitmirəm. Bu dəqiqə başı təsəvvür edin bu səsi eşidirsiniz. Cızırtı səsə görə də düzəməli səs düşməyibdi. Yəni çox narahat olardınız o videonu izləsəz. Ona görə mən də o videonu YouTube-a atmadım. Ona görə bu ikinci bölümü təzədən çəkirəm və o silinmiş videoda nə etdin deyirsinizsə, bir özümə bakır zırh elədim, canavarlardan falan qorunmaq üçün. Qalxanım qırılıbdı. Getdim biraz madə elədim. Belə madən dərinliklərinə çox girmədim ha. Belə açıq madən fason bir yerlər var idi, balaca yerlər. Görürsünüz, baxın 41 dənə dəmir var. Bəli, bir də 11 dənə dəmir. Biləm uşaqların çoxunuz çox əsəbləşəcək mənə. Niyə o videonu atmadın? Çünki o videoda çox cızırtı səs düşdü. Ona görə mən də ki eləyə bilmədim. O videonu YouTube-a qoyamadım. Yəni cızırtı səsi olduğuna görə ikinci bölümü təzədən çəkirəm. Gördüyünüz kimi oynanan gün sayısı 8-dir. Bu kuledir nə? Bu nədir deyirsə uşaqlar? Mən uzaq bir yerlərdən qaydanda evimi tapım rahat, ona görə yəni nə əlaqə heç bilmirəm. Onsa dağlara tərəf getmişdim. Dağlar tərəfdən yəni görüb taparam rahat evimi. Prosta bu kuleni qoymuşam ki rahat tapım da evimi. Baxın belə bir şey. Nəysə, bu bölüm istəyirəm madənlərə falan gəzim. Yəni də fırın eləməm lazımdır. Ekstra vaxt qazanmam üçün. Bir dəqiqə dayan. Baxın belə. Özümə biraz yemək eləməm lazımdır. Kartof. Nəysə. Köyümüz də belədir gördüyünüz kimi. Keçən bölüm çox şey oldu. Birinci bölümdə. İndi yaxşı bir dənə bir yerdə madən eləmək lazımdır. Madən yoxdur olsa direkt altını qalacaq. Baxın gördüyünüz kimi yanına da samanlıqlar qoymuşam xiyar kimi, nəysə. Nar sanay danqıra. Nəysə uzatma Ruhin. Bir şey çox uzatmanı sevirsən. Oralarda falan altını qazdım direkt. Gördüm madən zat tapamıram. Yenə bir yerlər kəşf etməyə çalışsam. Onsa silinmiş videoda çox bir şey tapamadım. Heç də tapamadım. Yapıl falan. Belə pilləkən tərzi qazacam. Baxın belə. Qaz buranı. Yəni bu kürəklə qaz. Aha. Belə bir şey. Qaz. Getdik, davay. Allah axırımızı xeyir eləsin. A few moments later. Qorxduğum şey başıma gəldi. Silinmiş videoda paylaşmadığım videoda gəldiyim yerə, həmin yerə gəlmişəm. Baxın meşalelər falan qoymuşam. Çıx buradan. Buradan bir xeyir gəlməyəcək. Onsa keçən bölüm yox! Silinmiş videoda bura gəlmişdim. Bir xeyir gəlmədi. Baxala bura. Всё. Bismillah. Bura arada elman. Baxın uşaqlar o silinmiş videoda bura gəlmişdim. Özüm deyirəm ki o silinmiş videoda heç də tapmadım, amma da hər yeri kəşf eləmişəm. Baxın o meşalelər də o silinmiş videodandır. Böyləndə. Çox qəribə yerə gəldik. Mən buraları kəşf eləməmişdim, belə baxanda. Buradan davam eləyək. Haralara gəldik biz. Heç də çıxmadı, amma evimin yanından başladım, bura kimi gəldim. Bir dənə lazımsız əşyalar falan. Bura çox aydınlıq eləməm lazımdır ki, bax burada var pox püsür doğulmasın. İndi mən bura düşdüm, ölübsə deyəcəm, sonra ağlaydım 2 saat səni görmədim.
Daşları at. Amma yerində götürək. Bax suya düşdü bax yarısı. Ananın o. Vay arxa-arxaya getdiyim yerdə getmişdim. Aşağı yıxılmışdım. Meşələn qalsın meşələ. Qozunu almır meşələn bu oldu. Ay bilə su. Hə heç nə olmaz. Su ilə gedəkdən ağaraq. Heç nə olmaz. Mənim ağlıma niyə gəlmədi o? Bax IQ-nuz aşağı olanda belə olur. Çalışın kitab oxuyun tez-tez. Verdim. Oy! O neydi yəni? Creeper'ın doğaba partladı. Creeper yanımdan əsirdi mənim. Hər nəysə. Bu nədir ola? Dəmir kürək kırılmazdı. Bunu mən hardan tapdım? Deyən görüm. Bax ay Airports. Bax dəqiqə çıxardım oynayacağım Airports'u. Bəli uşaqlar səs biraz qəribə gələ bilər. Sən o ananın yox eləyərəm. Çıx get. Səs biraz qəribə gələ bilər çünki Airports'u çıxartdım. Qulağımda durmur. Vay sitir təhliyibsiz belə. Hə? O xiyar da yuxarı çıxamır ki. Pisiyom öldü. Niyə qaranlıqdır bura bu qədər? Qaranlıq olacaq da madən. Uhu! Özünə hörmət elə ruhim. Bu nə səsi idi? Elmas var. Qır bunu. Vay vay. Suya zat qarışma. 3 dənə elmas. Uf, çox qəşəng. Çox qəşəng. Biləm indi uşaqlar səs çox qəribə gələcək. Oyunun səsi. Yəni belə öz səsim yox. Çünki Airports çıxartdım. Airports qulağımda durmurdu. 2-1 oyunu dayandırmama səbəb olurdu. Amma yenə də çıxartdım ya, məcbur qalıb. Nədə? Enderman qaqa, səndən bir işimiz yox. Creeper'a vaxt gəldi partladı. Qaqa, buranı aydınlıq elə sən can. Hər poxu görək. Pisiyom öldü. Nəsə, Enderman gözünə baxmadığımız sürəcdə bizə heç bir pox eləyə bilməz. Burada redstone var. Bilməm redstone nə poxa yarayır, amma yenə də oyunun qaydalarına uyğun. Aa, balaca zombi. Pink var, mən də bir şey görürəm 2 saata deyirəm. Velet. Sidir. Zombilər göründü. Balaca zombilər. Normal zombilərdən məncə çox güclüdür. Redstone'ları al. Belə mırtı aldım. Məsələn, aa, yaxşı ki də almışam. Sən öl deyirəm. Gördüyüm hər redstone alacağam. Baxın elmas. Qaqa yeriz. Bax sənin nənəni. Oy! Son anda döndüm arxam creeper var idi. Qaqa aydınlat buranı. Vay mən bir dənə güncüzar görməyəcəmmi? Güncüzaran görməyəcəmmi? Karakter açmağa başlayır. Kişiliğim var gəl yanıma. Gəlməyən peydədir. Gəlmirsiniz siz. Öz-özünüzü səhv çıxarırsınız. Ay imkan ver. Gedim elmasımı götürüm. Yaxşı ki o redstone'u qırmışam. Baxın. Bu redstone altından çıxdı bunlar. Olayı anlamadınız. Çox elmas var. Oha. 11 və 3. Sən Merhabalar. Qaqa nətər özünü soxuşdurdun iki daşın arasında? Ay hardan gəlirsiniz ha? Pişik balası balalayırlar Bayaqlar 3 dənə elmas tapdım. 8 dənə elmas çıxdı. Uy dədəm vay. Görürsünüz uşaqlar həyatın şeyini option. O redstone'ları qırmasaydım bu elmasları heç vaxt tapa bilməyəcəydim. Baxın 11 dənə elmas yəni. Bayaq 3 dənə elmas tapdım. İndi də 8 dənə elmas bir gəldi. Nəysə. Məndən xoşbəxt insan. Örümçəklər niyə oturub mənə baxır? O bütün gün pəncərənin qabağında yolu gözətləyən nənələr kimi. Nə olub Deyəm buranı aydınlat. Qaqa siz əslində gündüz adamı eşit eləmişsiniz. Prosto belə qaranlıq yerlərdə götünüz qaçır. O pul zırh altın nəysə də altın zırh giymiş bir gün. Vay təhlədlər öcə təhlədlər çır. Çok rahat, çok profesyonel. Lavdaya yox özüm düşüb falan nasıl Mən mələdərəm. Vay mələdirlər məni öldürəcəklər. Haydi bölümçələr çıxacaq nəysə.
Böyle sağ olay creeper ürəyimsən. Nə qədər də bunlar. Baba da aydınlatmam lazımdır bura. Onu bilirəm ki. Buradan nətər çıxacam deyirsə promo elə tikinin yuxarını qazdım çıxacam. Yuxarıda da baba şeylər var. Belə bir şey eləməyim. Dəqiqə baş gəzim birdən arxamdan creeper falan çıxar. Bəlalı şeylər onu çıxar. Altın zırh düşdü bu xiyardan da. Uf, nə qədər XP var ha burada. Yemək ye. Nəysə. Bax gördünüz creeper'ın səsini eşitsiniz və partlamasını. Eşitsiniz eşitməz bilmirəm. Çünki mən oyunun səsini az eləyirəm. Çünki oyunun səsi çox olanda mənim səsim düşmür. Yəni elə bir şeydir. Mobildən seçilən mobilin də elə bir dərdi var. Vay! Nə qədər creeper var ha? Görürsən bu redstone'ların altında da şey var elmas. Ola bilər. Nəysə. O redstone'lar nəsə o deməkdir ki uşaqlar o elmas redstone altından çıxdı deyə hər redstone qazmalıyıq biz. O deyil. Yəni o şans əsəri çıxdı. Böyük ehtimal çıxmayacaq o redstone altından elmas. Amma çıxa da bilər. Amma redstone bir poxa yaramır belə baxanda. Ayıp değil mi lan? Aa zombi köylü. A sən bizim kətdəsən hə? Hə? Dayan. Hüsum həll elədim. Qalxan. Sanırım görsən nə qədərdir. 17 uyda çox azdır. O nə idi? Aha elmas. Yenə elmas. Bu yerlərdə elmas çox çıxır uşaqlar. Yəni belə yerlərdə. Ona görə çox qazıram altını. Qaqa bir dənə gün güzaran verməyəsiniz siz bizə. Öl də. Ay peysər. Aa o nədir? Vay örümçəyin belinə minmiş skelet. Bax, xiyar öz dostunu öldürdü, baxın. Oxu mənə atdı, o ox da qalxana dəydi və örümcək öldü. Baba da elmas yığdım ha. Bir dənə elmas vermiş, heç nə olmaz. Olsa 11 dənə elmasımız var. Qardaş bizim. O elmaslarla bir dənə özümə kazma, elmas kazma. Bir dənə qılıc, bir dənə göğüslü. Yox, o qədər boxunu çıxartmıyor. Nəysə. Hey, qal elə orada, dayan. Dayan. Sən nəmə elişirdin? Gül kimi həyatını yaşayırdın. Sağ kimdeydi beləcə? O dayan. Küsüm. Niyə o? Nəysə. Biraz kartop. Allah'tan çox aşağı yerlərə düşmədim. Yoxsa ölürdüm. Çubuğum var. Aa! Ölmüşdüm. Oğlum sakin ol lan. Qaçanmadım. Mən bir anda dayan biraz aydınlıq yerdə elə də sən də meşallərini. İmenli gedir. Bu lavın yanında ən yaxşı yer. Çoxunuz deyəcəyindi. Ya lavın yerində eləmək təhlükəlidir. Bəli, təhlükəlidir lavın yerində. Biraz yanıb sönərik bəlkə də. Hə. Bu lav burada bizə heç kim gələ bilməz çünki baxın nətə gələcəklər. Aha elmas yenə. Baba da elmas tapdıq ha. Ay, ancaq elmas tapanda bunlar şeydir demə vurur. Bir dənə çıxır. Nə oldu ala bir dənə çıxmağa başladı. Bəxtimiz mi kəsilir nə? Oo, iki qardaş. Bunlar iki qardaşdılar. Mehmetlə indi bu iki qardaşı üz-üzə qoyum siz də görün. Bax görəsiz. Baxın, gördünüz? Dalaşırlar. Gördünüz? Bax bu ona vurur. Nə oldu ya? Yığışdınız birdən Ramız. Baxın, dava çıxartdım. Baxın, mən qalan hər şey buradan çıxıb getmək. Bax dalaşırlar. Bu zombi. Ay yerin gedin da. Mən sana nağardım. Bax məsələ. Dayan, oyunu dayandırın. Oyunu dayandır. Enderman. Ay böyle bu Enderman geldi mağazın kazandı.